Hər birinizin bayramınızı, Cümhuriyyət gününüzü təbrik edirəm. Xalqımı təbrik edirəm. Müstəqillik günü, Cümhuriyyət günü, azadlıq günümüzü təbrik edirəm. Amma çox heyflər olsun ki, bu azadlığı bizim xalqımız heç bir ürək dolusu ilə yaşaya bilmədi. 23 ay, 18-ci ildə may ayının 20-sində qurulmuş Cümhuriyyətimiz 23 ay cəmi yaşadı. Sonra da biz bu azadlığı 91-ci ildə əldə elədik. Həmin azadlığı əldə eləyənlərdən biz hamımız iştirak elədik. Gəncliyimizi o meydanlarda qoyduq 22 yaşım var idi mənim həmin vaxt. 88-ci ildə Sevinç xanım azadlıq uğrunda ayağa qalxarkən biz hamımız gənc idi. Gəncliyimizi o meydanlarda qoyduq. Amma 91-ci ildə Allahın köməkliyi ilə azadlığı əldə elədik. Amma yenə də nə qədər biz azad yaşaya bildik. İlham Əliyev hakimiyyəti, Əliyevlər sülaləsi 93-cü ildə gəldilər bizim azad demokratik prezidentimizi əlindən bu hakimiyyəti aldılar, zorakılıq yolundan, təhdidlərlə hakimiyyəti öz əllərinə keçirdilər zorakılıqla. Yəni, onda da yenə 2 ilə yaxın heç biz azad yaşaya bilmədik. Bugün də hamımız ölkədən didərgin düşmüşük. Hərə bir tərəfə, Azərbaycanda yaşamağa imkan vermirlər. Baxın, bu günlərim Məmməd Əmin Rəsulzadənin bir heykəli var. O heykəlin önünə insanlar gedib bayram eləmək istəyirlər. Ona icazə vermirlər. İnanın, kənardan o qədər iyrənc görünür ki, bu hakimiyyətin əməlləri. Bizim müxalifətçilərimizdən birinə bugün qonşularında bir polis var imiş. Deyibdi ki, onsuz da bugün sizə icazə verməyəcək. Siz gedib Məmməd Əmin Rəsulzadənin heykəlini ziyarət eləyəsiniz. Bayram əhvalı ruhiyyənizi sizin əlinizdən alacaq. Amma heç bir təhdid, heç bir qorxu, o gətirdiyi o su maşınları da bu xalqı o yolundan döndərə bilmir. Biz yenə bu azadlığı inşallah əldə eləyəcəyik. O vaxtlarda meydandaydıq, bu vaxtlarda meydana çıxacaq. İnanın, amma xalqımızın, millətimizin bizim yanımızda olmağı lazımdır. Biz elliklə bu millətin azadlığı özünün əlindədir. Biz azadlığımızı özümüzə qaytarmalıyıq. Elliklə hamı, bütün xanımlarımız, qadınlarımız ayağa qalxmalıdır, sözünü deməlidir, etiraz eləməliyik. Yatmaqla heç nə olmaz, evdə oturmaqla heç nə olmaz. Mütləq etiraz olunmalıdır, yoxsa bu hakimiyyət bizi məhv eləyir. Baxın, devlətimiz əlimizdən alınıbdır, mən bunu 1000 dəfələrlə deyirəm. Bu devlət bizim devlətimiz deyil. Devləti kim yönəldir, biz heç onu da bilmirik. Oyunlar çıxardırlar. Nə bilim, hardansa gəlin gətiribdi, hardansa nə gətiribdi. Niyə? Aybəniz xanım hesab edibdi, onun gəlininin bir aylıq sumkasının miqdarı 157 min manatdır. Azərbaycan xalqının torpaq uğrunda canını qurban verən qazisinə müalicəsini elətdirməkdən ötürü pul vermir. Amma görün, Alyonanın sumkalarına bir ayda 157 min manat pul xərcləyir. Bu günlərim bizim qazimiz gedib, deyəsən Suraxanının icra hakimiyyətinin başçısı da Adil Əliyev. Onun yanına gedibdi ki, mən özümü müalicə elətdirmək istəyirəm. Görün ona nə deyir? Deyir ki, buna çay gətirin, çay içsin. Qazi deyir ki, özü də Kalyadadır. Qazi deyir ki, mən yeriyə bilmirəm. Gözlərim də ağrıyır. Mən gözlərimi müalicə elətdirməliyəm. Mənim imkanım yoxdur. Deyir, buna deyir, yaşıl çay gətirin, çayı içsin, sonra da çayın paçkasını gözünün üstünə qoysun. Görün, bu qazini, torpaq uğrunda canını verən bir qazini nə qədər bunlar əysildirlər. Bizim millətimizi bunlar yerdən yerə vurdular. Ona görə mən daima analara səslənirəm. Dəyərli analarımız, baxın, o qazi mənim evladımdır, biz dura bilmirik.
Ailənin bütün ağırlığı, bütün yükü kimin üzərindədir? Daima qadınların üzərində olubdur. Bəli, Bir bəli, səhv eləyəndə evladımız söz kimə gəlir? Analara gəlir. Analar bəli, tənbih olunur ki, sən yaxşı evlad tərbiyə eləyə bilmədin. bəli, bəli, İndi bu devlətin də yükü, bu millətin də yükü biz anaların çiyninin üzərindədir. Bu devləti biz azad eləməliyik, biz qurtarmalıyıq. İkinci bir anamız orada vətən nədir? Vətən anadır. Bizi İlham Əliyev hakimiyyəti anamızdan ayırıbdır. Anamızdan ayırıbdır. Bəli, dünənlərin biz elan elədik ki, Azərbaycan Xalq Parlamenti 1918-ci ildə qurulmuş Cumhuriyyətin varisidir. Cumhuriyyətin parlamenti xalqa hansı vədləri verirdisə də biz bütün onların hamısını yerinə yetirəcəyik. İnşallah yavaş-yavaş, mərhələ-mərhələ, pillə-pillə xalqımıza azadlıq verəcəyik. Xalqımıza əsl müstəqilliyin azadlığı nə olur, onu da dadını damızdıracaq onlara. Dadacaqlar onlar. bəli, bəli, Yaşamağın, həyatın ləzzətini hiss eləyəcəklər ki, bir millət nətər yaşamalıdır. Baxın, Sevinç xanım, mənim bir qohumum Avropaya gedibdir. Deyir, Avropaya gedəndə deyir, belə hər şey qanunlarla da, o qanunlar deyir elə bil ki, qaydalar məni sıxırdı. 3 aydan sonra deyir, gördüm ki, nə gözəliymiş qanun çərçivəsində yaşamaq. İnsan nə qədər azad olur. Bizdə də hər yer korrupsiya, hər yer əli əyrilik, bir dənə qanun işləmir. Demokratiya nədir? Demokratiya odur ki, xalqın seçdiyi insanlar ölkəni idarə eləsinlər. Seçki haqqımızı əlimizdən alıbdır. Biz xalqımıza seçib seçilmək haqqını verəcəyik. bəli, bəli, Xalqımız öz millət vəkillərini seçəcəkdir. O millət vəkilləri də xalqın həyat şəraitini gözəlləşdirməkdən, yüngülləşdirməkdən ötürü, yaxşılaşdırmaqdan ötürü millətin xeyrinə qanunlar tətbiq eləyəcəklər. Biz xalqımıza gözəl günlər, azadlıq bəxş eləyəcək inşallah.